Peyğəmbər möcüzə yolu ilə, ancaq qeyb vasitəsilə insanları idarə edən bir şəxsiyyət deyil. Peyğəmbərə Allahın yardımı da məhduddur. Bizim təsəvvür elədiyimiz qədər deyil. 23 il ərzində Peyğəmbərin cəmi fürsəti var ki, bütün bəşəriyyətin müqəddəratını dəyişəcək bir təlim yaratsın, icra eləsin və xilqətin bütün ana mövzuları o 23 ilə yerləşməlidir. Xilqətin, yəni fəlsəfi mövzular, insan mövzusu, insanla bağlı bütün mövzular demək olar ki, bu 23 ilə sırışmalıdır. Bu 23 ildə əksini tapmalıdır. Bu müddətdə Peyğəmbər bütün əsas ana mövzuları, insanlığın düyünlərinin hamısını açmalıdır. Cəmi 23 il fürsəti var Peyğəmbərin. Sən filan cəmiyyətdə yaşayacaqsan, filan problemləri var, yadınızdadır cəmiyyətin problemlərini sadaladıq, filan imtiyazları var, üstünlükləri var. Görək bu burulğandan necə çıxırsan, bir maraqlı oyun kimi baxaq tarixə. Ki, Peyğəmbər Allah buraxır bu hadisələrin axarına, ya Allah dastan başlayır və çox maraqlı hadisələrlə zəngindir. Çox maraqlı filmlər çəkmək olardı indiyə qədər Peyğəmbərin həyatı ilə bağlı. Cəmi 2 film var indi, amma yenə də bir səs-səda sala bilib, xüsusilə sonuncu filmin də özünə məxsus. Amma mən düşünürəm ki, daha fərqli şəkildə bu hadisələri işıqlandırmaq olar bədii bir əsər qəlbində, bədii əsər üslubunda. 23 il Peyğəmbərimizin fürsəti var və hər atdığı addımı hesab-kitab əsasında addım atmalıdır və bu müddətdə bir daha deyirəm, atdığı addımlarla böyük bir irs qoyub getməlidir. Bütün ana mövzulara işıq tutmalıdır. Yaradılış hədəfi mövzusuna, o hədəfə çatma vasitələrinin hər birinə. Bütün müəmmaları açmalıdır Peyğəmbər bu 23 il ərzində. Əgər onun addımlarında zərrə qədər o yan-bu yan olsaydı, zərrə qədər xəta səhv olsaydı, xilqət əbəs olurdu. Yaradılış əbəs olurdu. Çünki bütün Peyğəmbərlər onun işinə müqəddimə hazırlayıblar. Bu son nöqtədir. Yəni, bütün Peyğəmbərlərin işi buna müqəddimə hazırlamaqdır və Peyğəmbərlərimizin, ondan öncəki Peyğəmbərlərin gördüyü işlərin hamısını elə bir ki, bir sərmayə olaraq ona veriblər. Ondan maksimum yararlanmalıdır Peyğəmbər. O bütün mənəvi irs var ya, bəşəriyyət üçün Peyğəmbərlərin irsi. O irsi praktiki hala gətirməlidir. Yəni, keçmişdəkilərin əməlini zayi etməməlidir və onu böyük bir potensiala çevirməlidir, bir qüdrətə çevirməlidir Peyğəmbər. Görün, nə böyük məsuliyyətdir Peyğəmbərimizin məsuliyyəti. Bu dastanın qəhrəmanı Peyğəmbərimizdir və bir anlıq özünüzü onun yerinə qoyun. Hərsən keçsə onunla müqayisə olunmaz. Amma mövzunu yaxından duymaq üçün özünüzü onun yerinə qoyun, görün ki, o məhdud zamanda və az imkanlarla nə böyüklükdə bir iş görməlidir, hansı yükün altında.